Siz kim olmusunuz ki güya? Aton bazarda ət satırdı da. Əsas odur ki, mənim atam şərəfin satmayıb, ləyaqətin satmayıb, mənliyin satmayıb. Əvvəllər də biz halal yolla çörək pulu qazanırdıq, indi də. Onun fərqi yoxdur. Günümüzdə də zaten istəyir bazarda olsun, istəyir marketlərdə olsun, ət satan insanlar var. Bu pis bir iş deyil. Yəni, o demək deyil ki, kimsə ət satıbsa, bugünkü gündə kebab sata bilməz. Sən bizə əgər çox yuxarıda görürsənsə, dostum, biz yuxarıda deyilik, hələ buradayıq, sənin qarşındayıq. Gələ bilərsən, bax, bizimlə danışa bilərsən, söhbət eləyə bilərsən. Belə şeyə paxıllıq eləmək lazım deyil. 2 manatdır. Bax, bu gördüyünüz lülə. İnşallah ki, hər kim dadmaq istəyirsə, gəlsin Əşrəf əminin yanına, bu lülənin dadına baxsın. Vallahi deyirəm, bunu yeyən adamlar hələ bu lülənin dadına görə də gəlirlər bura. Bismillah. O kim ki o sözləri ifadə edir orada. Mənim atam kulinariyanı bitirib, şef povurluğu bitirib. Mənim atam bu işlə, bu ixtisasla məşğul olanda vallahi deyirəm, o insanlar heç kebabın 2 hərfini bilmirdilər. Belə bayağı sözümə görə üzr istəyirəm ha. Yəni, bugün biz bu işlə çalışırıqsa, mənim atam bu işin ən üst səviyyəsini görüb və professionalıdır. Yediyiniz yeməklərin də keyfiyyətinə, təmizliyinə qəti şəkildə şübhəniz olmasın. Özünüzə yaxşı baxın, özünüzü qoruyun. Sizinlə mən idim. Orxan Salman. İzləmədə qalın.